Hörmətli tələbələr, 25 yanvar 2026-cı il tarixində magistratura AS kursunda keçirilən ümumi sınaq imtahanı üçün video izahı ilə tanış olursunuz. Başlayaq 21-ci sualdan. Düzdür, sualların bu videoda gördüyünüz kimi hər birinin düzgün cavabı qeyd olunsa da, izah cəhətdən sualların bir-bir izahı ilə tanış olaq. 21-ci suala nəzər yetirsək, bu sual ə, qəbul imtahanına düşmüş sualdır. Təbii ki, bildirməyəcəm hansı qəbul imtahanına düşüb, amma qəbul imtahanına düşmüş sualdır. Sualın çətinlik səviyyəsi də eyni bu cür idi. Yəni eyni sual tipidir. Yəni bunu niyə vurğulayıram? Çünki tələbələr, xüsusən imtahandan çıxmış tələbələr bildirə bilər ki, yəni bu qədər böyük rəqəmlər qəbul imtahanında düşə bilərmi? Gördüyünüz kimi düşə bilər və düşüb də. Sürəti 51200 bit saniyə olan modem 1 saat 40 dəqiqəyə hansı informasiyanı ötürə bilər? Bizim üçün birinci bunu tapmaq lazımdır. Baxın, modemimizin sürəti 51200 bit saniyədir. Gəlin biz bir qədər bunu yumşaldaq. Yəni nə mənada? Bitdən gətirə bilərikmi bayta? Bilərik. Yəni bilirsiniz ki, bitdən bayta gəldikdə baytla bit arasında 2 üstü 3, yəni 8 əlaqəsi var. Və bitdən bayta gəldikdə isə bölmə əməliyyatı icra olunur. İndi 51200 biti 8-ə bölək. Düzdür, adi qaydada 51200-ü 8-ə də bölə bilərsiniz, amma bir qədər sadə formada 51200-ü biz əslində belə göstərə bilərik də, çünki bunun içərisində 512 var da, gördüyünüz kimi. Yəni 2 üstü 9 vurulsun 100. Hətta bu 100-ü də 2-nin qüvvəti kimi, məsələn 25 vur 4 kimi parçalaya bilərik. Amma ehtiyac yoxdur. 2 üstü 9 vurulsun 100 bit. İndi bitdən bayta gəldikdə nə etməliyik? Bayaq da söylədiyim kimi 2 üstü 3-ə, yəni 8-ə bölməliyik. 2 üstü 9 vurulsun 100 biti 2 üstü 3-ə böldükdə üstlər ixtisar gedir və yuxarıda qalır 2 üstü 6, yəni 64. İndi ifadəmiz belə oldu da 64 vurulsun 100, yəni 6400 bayt. Deməli, mənim modemim 51200 bit hər saniyədə ötürmürdü. Biz onu baytla ifadə elədik və gördük ki, bu 6400 baytdır. Yəni, mənim modemim saniyədə 6400 bayt ötürür. İndi biz 1 saat 40 dəqiqəni belə deyək, saniyəyə keçirməliyik. 1 saat 40 dəqiqəni saniyəyə keçirdəndə məlum məsələdir ki, 1 saatımız 60 dəqiqədir. Üzərinə 40 dəqiqə də əlavə eləyəndə bu olacaq bizdə 100 dəqiqə və bu 100 dəqiqəni də saniyəyə çevirəndə bunu məlum məsələdir 60-a vursaq, bu da eləyəcək bizdə 6000 saniyə. İndi gəlin 6400 baytı da 1024-ə bölüb kilobayta gələk. Təbii ki, tam bölünməyəcək, məlum məsələdir. Amma kəsrlə də olsa bölmək olur. Məsələn, 6400 baytı biz kilobayta gələndə, baytdan da kilobayta gələndə 1024-ə bölmək lazımdır. Bunu 1024-ə böldükdə və burada ixtisarlarımızı aparıb 6,25 kilobayt alacağıq. Deməli, 6400 bayt 6,25 kilobaytdır. Saniyədə 51200 bit saniyə sürəti ilə ötürən modem, sən demə, bu 51200 bit 6,25 kilobayt imiş və bu proses 6000 saniyə davam edir. Ümumilikdə prosesin sonunda, yəni 6000 saniyənin sonunda onda bu modem nə qədər məlumat ötürüb? Bunu da ümumi həcmi tapmaq üçün sürəti vuracağıq saniyəyə. Yəni 6,25-i vursaq bunu 6000-ə və bu da analoji olaraq olacaq bizdə 37500 kilobayt. Deməli, bir daha vurğulayıram. Sürəti 51200 bit saniyə olan modem 1 saat 40 dəqiqəyə 37500 kilobayt ötürüb. Bizdən istədiyi nədir? Bu variantlardan
hansı elə bu 37500 kilobayt həcmə malikdir? Yəni analoqdur ki, hansı ki, məsələn, variantlarla biz baxsaq, ə, belə deyək də, həmin o sürətlə, həmin o vaxt intervalında elə o qədər məlumatı da ötürə bilərdi. A bəndində 12 şəkil, hər biri 3600 kilobaytdan bu olmayacaq. Çünki 3600-ü 12-yə vurduqda 37500 alınmır. 2 audio fayl, hər biri 20 megabaytdan. Bu da alınmayacaq. 2 audio fayl, hər biri 20 megabaytdan. Bu 40 megabaytdır. 40 megabaytı da kilobayta çevirəndə 1024-ə vursaq, bu artıq çox böyük bir rəqəm alınacaq. Bu da düzgün sayılmır. D bəndindəki tamamən düzgündür. Yəni 25 video fayl, hər biri 1500 kilobaytdan. Həqiqətən də lap yoxlasaq, elə birlikdə yoxlayaq. Gördüyünüz kimi, bir gəl baxaq. 25 video fayl, hər biri 1500 kilobaytdan, deməli 25-i vursaq 1500 kilobayta və gördüyünüz kimi cavab olacaq bizdə 37500. Demək ki, 51200 bit saniyə olan modem 1 saat 40 dəqiqəyə ötürə bildiyi 37500 kilobayt həcmli bu məlumata analoji olaraq 25 video fayl, hansı ki, hər biri 1500 kilobaytdan ötürə bilər. Düzgün cavab variantı D bəndidir. Bir daha söyləyirəm ki, bu qəbul imtahanında istifadə olunmuş test nümunəsi idi və eyni bu səviyyədə, bu çətinlikdə olan bir nümunə idi. Keçid alırıq növbəti suala, 22-ci suala. 22-ci sualda isə bizdən nə soruşur? Bir dənə baxaq. Aşağıdakı alqoritmin yerinə yetirilməsindən sonra x dəyişəni hansı qiymət alacaqdır? Burada sadəcə bir qədər tələbələrin diqqətli olması lazım idi. İndi diqqətli olmayan tələbələr məlum məsələdir, bu alqoritmi başdan sona qədər çox güman ki, həll ediblər və sonda da görürlər ki, ayda, yəni bizdən axı bunu istəmirdi. Amma diqqətli olan tələbələr əslində bir saniyə ərzində bunun cavabını tapmaq mümkündür. Əvvəla x-in qiymətlərinə nəzər yetirək. X-in qiyməti başlanğıcda gördüyünüz kimi 12-dir, y-in qiyməti isə 20-dir. Və bizdən indi nə istəyir? Deyir, x kiçikdir y-dən. Yəni 12 20-dən kiçikdirmi? Görürük ki, 12 20-dən, bir dəqiqə. 12 20-dən kiçikdirmi? Bəli, kiçikdir. Həll qolu ilə davam etsək, növbəti şərtlə qarşılaşırıq. Bəs 12 20-dən, axı x-imiz 12 idi. 12 20-dən böyükdürmü? Xeyr, böyük deyil. Böyük deyilsə, yox qolu ilə davam edirik. Y bərabərdir. Y çıxılsın x-ə. Y-imiz neçədir? 20-dir. X-imiz neçədir? 12-dir. 20-dən 12 çıxanda y-in tezə qiyməti olur bizdə 8. Fırlanıb bir daha bu xətt üzrə gəlirik yenidən şərtimizə. Axı y-in tezə qiyməti 8 oldu. İndi yenə şərti yoxlayırıq. X-in əvvəlki qiyməti ilə 12 8-dən kiçikdirmi? 12 8-dən kiçik deyil. Və yox qolu ilə davam etdikdə burada olacaq bizdə y-in qiyməti belə deyək 12. Amma üzr istəyirəm, y-in qiyməti 8. Öz yazdığım quyuya özümdə düşdüm, özümdə çaşdım. Y-in qiyməti 8, amma bizdən nə soruşur? Bizdən x-in qiymətini soruşur. Yekunda uşaqlar, mən bayaq vurğuladım, hansı ki diqqətli olsaydınız, heç bu alqoritmi həll etməyə ehtiyac yoxdur. Çünki yekunda biz gəlib y-in qiymətini çap edirik, düzdürmü? Amma mən sualda nə istəyirəm? X dəyişəni hansı qiyməti alacaq? X dəyişəni burada rol oynamır ki. X dəyişəninin qiyməti elə başlanğıc olaraq 12 idi. Yekunda da elə 12 olaraq qalır da. Və ona görə də düzgün cavab heç həll etmədən də belə cavabın 12 olduğunu qeyd edə bilərdiniz. Düzgün cavab oldu bizdə B variantı. Keçid alaq 23-cü suala. Baxaq 23-cü sualda nə istəyir? Texniki təminatla bağlı olan sual nümunəsidir. USB 2.0 ilə rəqabət aparan və verilənləri yüksək sürətlə ötürə bilən xarici qurğuları kompüterə qoşmaq üçün təyin olunan qurğu hansıdır? Bu bizim nəzəriyyə kitabımızda da var.
qeyd olunub. Eyni elə bu cümlədir. Bəzən tələbələr mövzuları cümlə əzbərləməyi xoşlayırlar. Və testlərdə də müəllim nəzəriyyə kitabında cümlə belə yazdım, amma testdə budur. Və sırf o tələbələrə rəğmən cümlə eyni bir şeyi soruşuruq sizdən. USB 2.0 ilə rəqabət aparan və verilənləri yüksək sürətlə ötürə bilən IE 1394 adlı, yəni kontroller adlandırdığımız xarici qurğuları kompüterə qoşmaq üçün təyin olunan qurğudur. Düzgün cavab variantı olur bizdə D bəndi. 24-cü sual əslində bir qədər düşündürücü, çaşdırıcı sual tiplərindən biridir. Əslində burada çaşdırıcı məqam nədir? Əslində çaşdırıcı deməzdim, sadəcə düşündürücü məqam var. Bu məqam nədir? Tələbənin ASCII kod sistemində hansı ki bizim kitabımızda da qeyd olunub, nəinki kitabda, yəni bütün mənbələrdə bu belə qeyd olunub, hətta dərs dediyimiz zaman da bunu tələbələrə vurğuluyuruq. Hansı ki biz bildiririk ki, ASCII kod cədvəlində böyük hərflə, yəni məsələn böyük A hərfi ilə kiçik A hərfi arasında fərq 32, 32-dir. Və bu digər hərflərdə də belədir. Yəni böyük B hərfi ilə kiçik B hərfi arasında fərq onda da 32-dir. Böyük C hərfi ilə kiçik C hərfi arasında fərq orada da 32-dir. Yəni bu qayda bu şəkildədir. Progress. Və bunu bariz nümunə olaraq elə bu cədvəldən də göstərə bilərəm sizə. Hansı ki, bax məsələn, böyük A hərfinin cədvəl üzrə 16-lıq kodu hansıdır? 41. Gəlin biz bilirik də 16-lıq say sistemindən 10-luq say sisteminə gəldikdə nə etməyimiz lazım idi? Bax 41 16-lıq say sistemindən gələk bunu 10-luğa. 16-dan 10-luğa gələndə nə edirdik? Qüvvət üstləri ilə gəlirik də. Yəni 41-i necə yazırdıq? Bunun başında sağdan sola doğru ədədin mərtəbəliyini qeyd edirik və indi bunu bu şəkildə yazırıq. 4 vurulsun 16 üstü 1, üstə gəlsin 1 vurulsun 16 üstü 0. Yəni bu da belə olacaq. 16 üstü 1 16, 4-ü 16-ya vuranda 64, 16 üstü 0 1, ümumiyyətlə nəyəsə üstü 0 həmişə 1-ə bərabərdir. 1 ilə 1-ə vuranda 1. Yəni 64 üstə gəlsin 1. Bu da eləyəcək bizdə 65 onluq say sistemində. Gördüyünüz kimi, deməli 41-in onluq qarşılığı neçə oldu? 65. İndi kiçik A hərfinin 16-lıq qarşılığını gətirək onluq qarşılığa. Eyni qaydada bircə dəqiqə biz bunu biraz təmizləyək. Hə, A, düz istəyirəm, burada 65 idi. Hə, indi bu 61-i də 16-lıqdan gələk 10-luğa. Eyni qaydadır. 16-lıqdan gələk bunu 10-luğa. Yenə də 0, 1 ədədin mərtəbəliyini düzdür. Deməli, 6 vurulsun. 16 üstü 1 üstə gəlsin. 1 vurulsun. 16 üstü 0. Deməli, 16 üstü 1 bizdə eləyəcək deməli 16 və 16-nı da 6-ya vuranda deməli 16 üstü 1 16 və 16-nı da 6-ya vuranda eləyir bizdə 96. Üstə gəlsin 16 üstü 0 1, 1-i də 1-ə vuranda 1 və bu da elədi bizdə 97. Deməli 61-in də kiçik A hərfi olan 61 16-lıq qarşılığının onluq qarşılığı 97-dir. Məsələ bunu göstərmək istəyirəm ki, baxın görürsünüz, onluq qarşılıqlar arasında fərq nəyə bərabərdir? 32-yə bərabərdir də fərq. Yəni sözümün canı budur ki, əslində yenə deyirəm, bu cədvəl bir növ sizə kömək məqsədi üçün verilib. Amma əslində əgər tələbə bu qaydanı bilirsə ki, böyük hərflə kiçik hərf arasında 32 fərq var, o tələbə üçün bu cədvəlin heç bir əhəmiyyəti yoxdur. Həmin o 32 fərqi bu kodlara tətbiq etmək lazım idi. Bax, deyir ki, bizdə ASCII kod cədvəlinə görə Unicode sözü analoji olaraq, yəni uyğun olaraq U-nun kodu nədir? 85. M hərfinin kodu 78. İ hərfinin kodu 73. C-nin kodu deməli 67.
O'nun kodu 79, D'nın kodu 68 və E'nin kodu 69. İndi bu 32 fərqi, yəni bayaq da qeyd etdiyim 32 fərqi bunun üstünə gəlmək lazımdır. Çünki nə deyirdi ki, bu söz kiçik hərflərlə yazılarsa, məsələn onda kod necə olacaq? 85-in üzərinə gələcəyik 32-ni, 78-in üzərinə 32-ni və bu qaydada eyni bu şəkildə davam edəcəyik. 73-ün üstünə 32-ni, 67-nin üstünə 32-ni, yəni bax bu şəkildə davam etsək və 85-in də üzərinə biz deməli 32-ni gəldikdə zaten bizdə elə bir dənə variant var. Burada biraz sizə köməkçi olmuşam. Zaten bizdə elə bir variant var yalnız 85-in üstünə 32 gələndə 117 alınan və elə düzgün cavab da olur Y bəndi. Eyni bu qaydanı yenə də deyirəm 78-in üstünə 32 gələndə, 73-ün üstünə 32 gələndə, 67-nin üstünə 32 gələndə yenə buradakı rəqəmlər alınacaq. Düzgün cavab variantı oldu bizdə Y bəndi. 25-ci suala nəzər yetirək. 25-ci sualda bizdən nə istəyir? Şəkildə taskbarın, yəni tapşırıqlar panelinin xüsusiyyətləri pəncərəsi aktivdir və bu pəncərədən bizə bir nümunə verir. Və bu pəncərəyə uyğun olaraq biz düzgün, doğru mülahizələri seçməliyik. Doğru mülahizələri seçmək üçün gəlin bu bəndləri oxuyaq. Deyir ki, tapşırıqlar paneli üzərində düymələr mərkəzi mövqedə yerləşir. Düzmü deyir? Bəli, düz deyir. Niyə? Çünki baxın, taskbar alignment. Tapşırıqlar panelinin düzlənməsi, bax buradakı ikonların düzlənməsi mərkəzədir. Çünki burada center seçilib də ona görə. Birinci bəndimiz doğrudur. Bir dəqiqə. Bir dəqiqə. Hə. Birinci bəndimiz deməli bizdə doğru sayılır. Və əgər bir doğrudursa, bizdən də onsuz da nə istəyirdi? Doğrular istəyirdi də. Demək ki, onda C bəndi, D bəndi avtomatik olaraq qüvvədən düşür. Bax, mənim sizə məsləhətim həmçinin də bir müəllim olaraq bu olardı ki, imtahana sayılı günlər qalıb və bax bu cür seçim tipli doğru mülahizələri seçin. Yəni bu tipli testlərdə artıq özünüzə güvəndiyiniz hansısa bir bənd varsa, o bəndi rəhbər tutaraq cavab variantlarında digər bəndləri avtomatik olaraq ixtisar edin ki, bu həm də sizə doğru cavab variantını daha rahat şəkildə və daha tez şəkildə seçməyə köməkçi olacaq. Sonra ikinci bəndimizi oxuyaq. Deyir ki, tapşırıq paneli üzərində düymələrin ölçüsü kiçikdir. Baxaq, tapşırıq paneli üzərində düymələrin ölçüsü kiçikdir deyir. Show smaller taskbar buttons bölməsində. Amma burada şərtimiz necədir? Şərt budur ki, tapşırıqlar panelindəki düymələr nə vaxt ki, tapşırıqlar paneli dolarsa, o halda düymələr kiçiləcək. Çünki burada bizdə bir rejim var. Gəlin elə danışmaqdansa onu göstərək. Baxın, burada bizdə taskbar settings bölməsini bir dəqiqə göstərək sizə. Taskbar settings bölməsində uşaqlar. Burada bizdə belə bir bənd var. Show smaller taskbar buttons, tapşırıqlar panelindəki düymələrin kiçilməsi. Ya never qoyuruq, heç vaxt kiçilməsin. Ya always qoyuruq, elə həmişə kiçik piktoqramlar şəklində görünsün. Baxın, always rejiminə qoyanda görürsünüz, kiçildi. Bax, tapşırıqlar paneli üzərindəki düymələr kiçildi. Bu hər zamanki halı kimi təqdim olunur, əgər always qoysaq. Bizim də şəkildə düşən nümunədə always deyil axı, həmin o ikinci bənd bizdə doğru sayılsın. Bizdə orada when taskbar is full-dur. Şəkildə bizdə belə verilib də, when taskbar is full. Bu da nə vaxt tapşırıqlar panelindəki düymələri kiçildir? O vaxt ki, tapşırıqlar panelində açılan pəncərələr tapşırıqlar panelində yer çatmayanda o zaman həmin o ikonlar kiçik piktoqramlar şəklində əks olunur. Yəni bu daimi deyil. Ona görə də ikinci bənd bizdə doğru sayılmır. Bizdən də zaten doğruları istəyirdi. Doğru sayılmadığına görə avtomatik olaraq A bəndi də qüvvədən düşdü. Çünki iki variantı A bəndində var. Qaldıq iki variant arasında, B və Y variantları arasında. Yenə də sizə asan yol öyrədim. Gördüyünüz kimi B bəndində də 1, 3, 4, Y bəndində də 1, 3, 4. Burada fərqli olan 5 ilə 6-dır və 5-ə bir dənə baxaq. Görək 5 düzdürmü, yoxsa səhvdirmi?
Və ona əsasən biz artıq düzgün cavabı iki variant arasında qaldığımız üçün düzgün cavabı daha tez tapacağıq. 5-ə baxaq. Deyir, açıq pəncərələrin minimallaşdırılması və iş masasını görə bilmək üçün tapşırıqlar panelində müvafiq düymə aktivdir. Söhbət bilirsiz hansı düymədən gedir? Söhbət Aeropik funksiyasının, Aeropik interfeysinin tapşırıqlar panelinin ən sağ küncünə mausu gətirdikdə, hansı ki mausu bura gətirdiyimiz zaman burada Show Desktop düyməsi var. Biz o düyməni basanda bütün açıq pəncərələr tapşırıqlar panelinə yığılır. Bizə də o 5-ci məddə deyir ki, bəs həmin o funksiya aktivdir hal-hazırda. Bəli, şəklə baxsaq aktivdir. Çünki bax görürsüz, select the far corner of the taskbar to show the desktop. Bax görürsüz, qarşısında quş işarəsi var və onun aktivliyini göstərir bu, belə deyək, funksiyanın. Ona görə də 5-ci mədddə doğru kimi qəbul olunur və bu səbəbdən də elə düzgün cavab variantını tapdıq. Cavab oldu B bəndi. Növbəti 26-cı suala baxaq. Bir qədər yenə də çaşdırıcı sual tiplərindən biridir. İstifadəçi Microsoft Word 2019 mətn prosessoru vasitəsilə 55 səhifəlik dissertasiya işi yazıb. Deməli, mənim bir sənədim var və bu sənəddə 55 dənə səhifə var. Yekunda yazılmış olduğu dissertasiya işinə cover page. Cover page də nədir? Üzlük səhifə. Üzlük səhifə əlavə edib. Qeyd olunanları nəzərə alaraq, aşağıda təqdim edilmiş fraqmentə əsasən sənədin ilk səhifəsinin nömrəsi neçə olar? Sadəcə siz çox güman ki, burada elə page 1-i görmüsünüz və çox güman ki, cavabı A bəndi seçmisiniz. Yadınızda saxlamaq lazımdır ki, cover page üzlük səhifə əlavə edir. Üzlük səhifə nömrələnmir. Hansı kitabda, hansı jurnalda, yəni nəşr vəsaitlərində üzlük səhifənin nömrələndiyini görmüsünüz ki, heç birində üzlük səhifə nömrələnmir və o 0-cı səhifə hesab olunur. Bariz nümunə kimi gəlin bir yerdə baxalım. Və məsələn, Word-də bir dəqiqə yeni bir sənəd yaradaq və bu sənədə bir dəqiqə və bu sənədə bir dənə tez şablon bir mətn əlavə edeyim. Və hal-hazırda bizim sənədimiz neçə səhifədən ibarətdir? 3 səhifəlik sənəddir. Biz də elə 3-cü səhifəsindəyik, o öz yerində. İndi gəlin bir dənə buna üzlük səhifə əlavə edək. Gəlirik insert-ə, page length qrupundan cover page. Məsələn, bizə təqdim olunan şablon üzlük səhifələrindən deyək ki, elə lap birincisini seçdim. Və üzlük səhifə əlavə olundu. Söz yox ki, üzlük səhifə olaraq əlavə olunduğuna görə səhifələrin sayını artırır. Bayaq 3 səhifəlik sənəd idi, indi oldu 4 səhifəlik sənəd. Amma üzlük səhifə nömrələnmir. Baxın, şaquli hərəkət çubuğu ki var, biz səhifələri vərəqləyə bilirik aşağı yuxarıya doğru. Və görürsünüz, bu şaquli çubuğun üzərində də tutanda qıraqda nə qeyd olunub? Page 0, yəni 0-cı səhifə. Mən aşağı düşəndə hansı ki ücə olacaq bizdə? Page 1, birinci səhifə. Ona görə də bizdən sualda üzlük səhifənin neçənci, belə deyək, səhifə olaraq görürsünüz nə deyirdi ki, təqdim edilmiş fraqment əsasən sənədin ilk səhifəsinin nömrəsi 0-cı səhifədir. Düzgün cavab variantı oldu bizdə, deməli, D bəndi. Keçid alaq digər çaşdırıcı suallara. 27-ci sual əslində çaşdırıcı sual tipi deyil, rahat suallardan biridir. Qlobal şəbəkə mövzusuna əlaqəlidir. Doğru fikirləri müəyyən edin. Yenə də seçimli sualdır və bayaqki qaydaya yenə də istinad edirəm ki, uşaqlar seçimli suallarda ən asan yol nədir? Ən asan yol belə deyək, hansına ki əminsiniz ki, o düzdür, həmin o düz variantı seçib, digər variantları çıxış eləməklə. Elektron məktubu eyni anda bir neçə ünvana göndərmək olar. Hə, olar. Niyə olmasın ki? Yəni ki, misal üçün, mən bir mail yazıram və o maili dostuma göndərirəm, nə bilim, iş yoldaşıma göndərirəm eyni anda və yaxud qohumuma göndərirəm. Yəni, eyni anda maili bir neçə ünvanlara göndərmək mümkündür. Əgər bir bəndi doğrudursa, avtomatik olaraq C bəndi qüvvədən düşür. Niyə? Çünki bizdən doğru mülahizələr istəyir və doğru mülahizələr arasında da C bəndində bir yoxdur. Elektron məktub ingilis dilində yazılmalıdır. Elə bir şərt yoxdur.
Bəlkə mən Çin dilində yazmaq istəyirəm məktubu, bəlkə mən ərəb dilində yazmaq istəyirəm. Elə bir şərt var ki, yoxdur elə bir şərt. Ona görə də bu bizdə yanlış variant kimi hesab olunur və avtomatik olaraq B bəndi də qüvvədən düşdü. Çünki 2 B bəndində var. Bu bizdə doğru cavab variantı sayılmır. E-mail ifadəsi elektron poçt deməkdir. Bəli, e-mail ifadəsi elektron poçt deməkdir. Yəni bunu hətta bağçaya gedən uşaq da elə bilir. Üçüncü bənd doğrudur. Ə, Yəni də A, E, D bəndləri arasında qalmışıq. Dördüncü suala baxaq, daha doğrusu bəndə. Elektron poçt telefon danışıqları aparmağa imkan verir. Yox. Elektron poçt sadəcə elektron mühitdə məktublaşmağa, məlumatların paylaşılmasına, o da təbii ki, bəlli məlumatlarında, çünki hər bir elektron poçt serverlərinin məlumat paylaşmaq, yəni qoşma fayl göndərmədə bir limitləri olur. Adətən bu limit 25 megabaytla hardasa 25 megabayt civarı arasında məhdudlaşır. Amma bəzi e-mail serverlərində bu rəqəm, bu həcm fərqli ola bilər. Amma elektron poçt telefon danışığı bizə təqdim etmir. Dördüncü bənd yanlışdır və avtomatik olaraq A bəndi də qüvvədən düşdü. Qaldıq indi D ilə Y arasında. Fərqli olan burada D-də olmayıb, Y-də olan 6-dır. Bir də 6-nın düzgünlüyünə baxaq. Elektron poçt xidmətinin göstərməsi zamanı hər hansı bir istifadəçi offline rejimdə işləyə bilər. Bəli, doğrudur. Offline rejimdə işləmək olur da. Yəni bu nə deməkdir uşaqlar? Biz deyək ki, Gmail-ə daxil olmuşuq və Gmail-də və mən indi hal-hazırda öz poçt adresimdəyəm və orada mail yazıram və bir də gördünüz internet getdi. Wi-Fi-də da getdi özündən. E, Bu o demək deyil ki, mən o sayt artıq bağlandı və mən işimi yarımçıq saxladım. Yox, mailimi yenə də yazıram, yenə də göndərirəm. İnternet nə zaman bərpa olacaqsa, həmin anda da mənim mailim gedəcək. Yəni offline rejimdə işləmək mümkündür. Bizdən də doğru fikirləri müəyyən edin dedi. 6 da doğru oldu. Avtomatik olaraq da düzgün cavab variantı oldu. Y bəndi. Keçid alaq 28-ci suala. Hə, 28-ci sual bizdə bir qədər çaşdırıcıdır, amma diqqətli olan tələbələr ümid edirəm ki, bunu dərhal görə biliblər. Əvvəla deyim ki, bu PowerPoint sualıdır və PowerPoint-da slide sorter görünüş rejimidir. Nümayiş zamanı ən çox nümayiş olunacaq slaydın nömrəsini təyin edin. Tələbələr burada baxıblar ki, belə deyək, hansı slaydın aşağısında saniyəsi çox yazılıb. Demək ki, odur da nümayiş zamanı ən çox nümayiş olunacaq slayd. Baxırıq ki, bu birinci slaydda 12 saniyədir. Əla, cavab A bəndidir. Birinci slayddır. Amma yox. Çünki, baxın, birinci slayd nömrəsinin üstündən çarpaz bir xətt çəkilib. Biz PowerPoint-da hide slaydı danışanda, indi göstərəcəm özümdə. Hide slaydı danışanda deyirik ki, uşaqlar, əgər biz bir slaydı gizlədiriksə, o slayd nömrəsinin üzərindən çarpaz bir xətt çəkilir. Siz burada bu çarpaz xəttə fikir verməliydiniz. Nə olsun ki, bunun saniyəsi çoxdur. Amma bunun üstündə bir çarpaz xətt var və bu onu bildirir ki, bu nümayiş zamanı, bax, axı bizə nə deyir? Nümayiş zamanı, yəni slide show rejimində. Axı bu slayd nümayiş olunmayacaq. Nə olsun bunun saniyəsi 12-dir. Ona görə cavab bəndə deyil. Yəni keçək başqa slaydlara baxaq. 6 saniyə, 5 saniyə, 2 saniyə, 6 saniyə, 6 saniyə, 10 saniyə. Hansı ki bu 6-cı slayddır da. Ona görə də cavab eləyib bizdə D bəndi. Lap gəlin bunu sizə PowerPoint-da canlı olaraq göstərim. Baxın, PowerPoint proqramını açaq. Elə video izahdan qabaq sizin üçün hazırlamışdım ki, göstərə bilim. Bax, gördüyünüz kimi, düzdür, mən də orada sırf testdəki kimi deyil, mən burada slaytları A, B, C, D bu kimi adlandırmışam. İndi gəlin keçək slide sorter rejiminə və bir qədər miqyası da azaldaq. Hə, bax, slide sorter rejimindəyik. Gördüyünüz kimi, bax, bir nömrəli slaydın üzərində görürsünüz, çarpaz xətt çəkilib. Bu onu bildirir ki, nə olsun ki, bunun saniyəsi 12 saniyədir. Amma nümayiş bu slayddan olmayacaq. Gəlin baxaq. Və gəlin nümayişə başlayaq. 2 dəqiqə, uşaqlar. Baxın, bir dəqiqə, bir dəqiqə. Gəlin, 2 dəqiqə.
Gəlin bir dənə nümayişə başlayaq. Görürsüz, mən nümayişə başladım. Yəni, bax birinci slaydlarımda nümayişə from beginning başdan başlanmasını istəyirəm. Amma görürsüz, B olan ikinci slayddan başlayır. Birinci slaydı ki, göstərmir. Ona görə də düzgün cavab variantı olur bizdə deməli D bəndi. Keçid alaq növbəti suala. Növbəti sualda nə deyir? 5 səhifəlik sənəd aşağıdakı parametrlərlə çapa verilib. Çox güman ki, print məsələsidir bu. Bəli, çap olunacaq vərəqlərin sayını göstərin. Tamam, baxaq görək burada vəziyyət nə yerdədir. Görürük ki, burada kopya 2-dir. Tamam. 5 səhifəlik sənəddir. Bu intervalda çap olunmasını istəyir. Bu da tamam. Both side 200-lü çap edəcək. Bu da əla. Hər üzündə neçə dənəsi? 6 dənəsi. Bu da əla. İndi baxaq. Deməli 2-6. Yəni hansıları çap edəcək? 2-ni, 3-ü, 4-ü, 5-i və stop. Bəzən tələbə 6 da yazır. Ay yoldaş, 6 niyə yazırsan? Axı sənəd 5 səhifədən ibarətdir. Sonra nəyi çap edəcək? 3-6. Yəni 3-ü, 4-ü, 5-i. Sonra 4-6. Yəni 4-ü və 5-i. Deməli, bu səhifələri çıxardacaq. 2 üzlü, hər üzündə 6 dənəsi. Tamam, indi deyək ki, bu mənim, belə deyək, vərəqim. Bu da onun o biri üzü. Bu da onun o biri üzü. Hər üzündə neçə dənəsi? 6 dənəsi. Və hər üzündə 6 dənəsi. Düzü biraz balaca oldu. Hər üzündə 6 dənəsi. İndi bax, bu səhifələri gəlin yerləşdirək. 2, 3, 4, 5. Deməli, 2 bura çıxacaq, 3 bura çıxacaq, 4 bura, 5 bura. Sonra hansı səhvə çıxmalıdır? 3, 4, 5. Sonra bunun dalıyca 3, bunun dalıyca 4. Bu vərəqin o biri arxa üzünə deməli 5. Sonra nə çıxacaq? 4, 5. Sonra bura 4, burada 5. Bu hissələr boş qalır, qalır qalsın da onun bizə aidiyyatı yoxdur. Deməli, bizim üçün hələ bir kopyadan neçə vərəqə ehtiyac duyuldu? Bir vərəqə ehtiyac duyuldu. Bu proses axı 2 kopya üçün aparılacaq. Yəni, bir kopyadan bizə bir vərəq lazım olursa, o zaman 2 kopyadan bizə 2 vərəq lazım olacaq. Düzgün cavab variantı olur bizdə B bəndi. Yəni, 2 vərəq. 30-cu sual proqram təminatında viruslarla bağlıdır. Bu sualın izahına baxaq. Aşağıdakılardan hansılar virusların növlərinə aiddir? Uşaqlar, virusların növlərinə aiddir. Biz demişdik ki, viruslar bizdə yaşayış mühitinə görə var. Hansı ki, fayl yükləmə, şəbəkə və fayl yükləmə. İndi bu saydıqlarımdan gördüyünüz kimi burada bizdə yükləmə var. Sonra viruslar yoluxdurma üsuluna görə var idi. Rezident, qeyri-rezident. Baxdığımız nümunədə onların adı keçmir. Sonra alqoritmin xüsusiyyətlərinə görə növləri var idi. Hansı ki, orada saymışdıq ki, tələbə var, soxulcan var, polimorf var, troyan var, stealth virusu var, spam virusu var, makroviruslar var və hər birini biz proqram təminatı dərsində sizlərə vurğulamışıq ki, onların mənaları nə deməkdir? Spam virusunun mənası nədir? Troyanın mənası nədir? Polimorf nədir? Makrovirus nədir? Ki, biz demişdik ki, makroviruslar, məsələn, Microsoft Office paketlərində istifadə olunur və yəni bu Microsoft Office proqramlarına yoluxur. Əlqərəz, bizdə deməli destruktiv imkanlarına görə olan viruslar hansılar oldu? Deməli, sadaladıqlarım arasında tələbə, makrovirus. Və düzgün cavab variantı da oldu bizdə 1, 3, 5. Yəni A bəndi. Burada filtr, detektor, müfəttiş, bunlar antivirusların növləridir. Düzgün cavab variantı oldu A. Keçid alırıq 31-ci Excel ilə bağlı olan sualımıza. Bir qədər düşündürücü və məntiqi sualdır. Elektron cədvəldə sum A2-B2 düsturunun qiyməti 25-ə. D2-Y2 düsturunun qiyməti isə 20-yə bərabərdir. Əgər sum A2-Y2 bölünsün 5
düsturunun qiyməti 12 olarsa, bəs onda C2 xanasının qiyməti nəyə bərabər olar? Gəlin bunu elə sizin gözünüzün qabağında Excel üzərində izah edeyim. Bir qədər miqyası da artırım, daha rahat görək. Deməli, bir daha suala nəzər yetirək. Bir dəqiqə bunu salaq biraz. Bir dəqiqə bu tərəfə. İndi bir yerdə baxaq. Deməli, bizdən nə deyir? Deyir ki, sum A2, B2. A2, B2, yəni hansı xanalardan söhbət gedir? Söhbət gedir A2 xanasından və B2 xanasından. Deməli, deyir ki, bax bu iki xananın cəmi bizdə nəyə bərabərdir? 25-ə. Bax bu iki xananın bu ilə bunu. Sonra deyir ki, sum D2Y2 o da 20-yə bərabərdir. Deməli, bu xanayla da bu xananın, yəni D2Y2 diapazon burada, bu iki xananın cəmi isə 20-yə bərabərdir. Və deyir ki, əgər sum A2-dən Y2-yə artıq, deməli, uşaqlar bizdə mən hardasa bir səhv buraxmadım. Hə, yox. Hə, nə deyir? A2-dən Y2 və deyir artıq bu xana, bu xana, hətta bu xana, bu xana və bu xananın ümumi, bax bu 5 dənə xananın cəmi və onun 5-ə bölünməsi 12-yə bərabər olarsa, bəs onda C2 xanasında, bax burada nə yazılar? Tamam. Bizə lazım deyil. A2-də nə yazılmalıdır, B2-də nə yazılmalıdır? Çünki zaten deyir də mənə A2 ilə B2-nin cəmi 25-dir. İstəyir A2-də 20 yazılsın, B2-də 5 yazılsın. Əsas odur bu ikisinin cəmi 25-dir də. Deməli, 25 üstə gəlinsin 20, yəni D2 və Y2-nin cəmi 20 daxil. Üstə gəlsin. Bax bu C2 hansı ki bizdən C2-ni istəyir də. Üstə gəlsin X. Biz bunu tapmalıyıq da. Onun 5-ə bölünməsi 5-ə bölünməsi bərabər eləməlidir neçəyə? 12-yə. 25-in üstə 20 gələndə məlum məsələdir ki, bilirsiniz ki, 45 eləyir də. Deməli, 45 üstə gəlsin X bərabərdirsə 5-ə. Daha doğrusu bölünsün 5 bərabərdirsə 12-yə. 5-i 12-yə vursaq, bunu belə yazsaq, 5 vurulsun 12. Deməli, 60. Bu belə olur da. 45 üstə gəlsin x bərabərdirsə 60-a. X də nəyə bərabərdir? 15-ə. Və salam. Demək ki, C2 xanasında 15 yazılmalıymış. Cavab olur var bizdə C variantı. Keçid alaq növbəti sualımıza. Buranı biraz təmizləyək. Və keçid alaq növbəti suala. Bu sualda qəbul imtahanına düşmüş sualdır. Yenə də vurğulamayacağım hansı qəbul imtahanından söhbət gedir. Amma qəbul imtahanına düşmüş sualdır. Yəni buna görə belə deyil, sınaq imtahanında düşdüyünə görə ümid edirəm ki, məni danlamamısınız. 32-ci suala baxaq. Təqdim edilən fraqmentdə kursor N və F simvolları arasındadır. Fraqmenti verir. N və F arasındadır. Yəni də kursor buradadır. Və indi nə deyir? Deyir, aşağıdakı təqdim edilən əməliyyatları, bax hansı ki bu əməliyyatları bu rəqəm ardıcıllığı ilə icra etsək, yekunda alınacaq sözü müəyyən edin. Gəlin bir yerdə eləyək. Deyir ki, 2 dəfə bir əməliyyatından istifadə elə. Bir əməliyyatında nə yazılıb? Yəni sağa keç. Sağ düymətdə bu. Sağa ox. Deməli, kursor bizdə hal-hazırda N ilə F-nın arasında deyil. Deyir 2 dəfə biri bas. Gəl, bastım. 1 və 2. Kursor gəldi hardadır? Yandı. O-la R-nın arasında. Sonra deyib 4-ü bas. 4 nədir? Del. Delete kursorun dayandığı mövqedən sağa silir. Tamam, delete'i bastım. R hərfi görbagör oldu. Sonra deyir 3. 3 nədir? Backspace. Backspace sola silir. İndi sola silməyə bassam, kursor indi O-la M-nın arasındadır da. O hərfini siləcək. Bastım, sildi. İndi nə deyir? Deyir, sonra 5-i bas. 5-də də nə yazılıb? C. C var. Bastım C hərfini. Oy, üzr istəyirəm. Bir dənə böyük hərflə yazılıb. Hə, C. Sonra 6-nı bas. 6-da nə yazılıb? D. D. Bastım. D. Sonra nə deyir? Sonra deyir 2.
2 də nədir? Deyir, sola get. Bir simvol sola get. Hə, bastım. Gəldim sola. Kursor indi dayandı C ilə D-nin arasında. Sonra deyir 5. 5-i bir də bas. Hə, gələm. C. Bastım. Sonra deyir 1. Sağa gəl. Gəldim. Sağa. Kursor indi dayandı D ilə M-nin arasında. Sonra da deyir 4'ü bas. 4'te de ne yazılır? Del. Del de neydi? Sağa bir simbol silirdi də. Kursor da D ilə M-nin arasında dayandığına görə indi bu M-ni siləcəkdir. Və beləliklə cavab nə oldu? İ, N, F, C, C, D, A, T, İ, K, A. Və düzgün cavab variantı Y bəndində verilir. Bu qəbul imtahan sualıdır. Birə-bir eyni sualdır və hansı qəbula düşüb? Təbii ki, onu deməyəcəm. 33-cü suala baxaq. 33-cü sualda bu da qəbul imtahan sualıdır. Elə magistr qəbuluna düşən suallardandır. Və bizdə bu sualda nə deyir? Insert simbol lent qrupu vasitəsilə daxil edilməsi zəruri olan simvollar hansılardır? Baxın uşaqlar, biz insertin simbol lent qrupunda nə vaxt müraciət edirik buradakı simvollara? Hansı ki, mən klaviaturada həmin simvolu daxil etmək istəyirəm. Amma həmin simvol klaviaturada yoxdur. O zaman klaviaturada olmayan simvollar üçün hara daxil olmalıyam? Gəlirəm insertə, gəlirəm simbol lent qrupuna və simbol əmrindən istifadə edirəm. Yəni bu zaman zəruridir də mənim üçün simvola gəlmək ki, mən daxil etmək istədiyim simbol klaviaturada yoxdur. Bizdən də onu istəyir də deyir ki, zəruri olan, daxil edilməsi zəruri olan simvollar hansılardır? Bax, bu qüvvət üstü işarəsi var. Yəni klaviaturamızda var. Bunun üçün nə ehtiyac var ki, gəlib simbol, lent qrupundakı simbol düyməsinə daxil olaq ki? Bir varsa, deməli A bəndi, B bəndi, D bəndi, Y bəndi qüvvədən düşdü. Yəni avtomatik olaraq cavab bəndi C oldu. Amma yenə də baxaq. Bax üçüncü, bu psi işarəsi. Bu klaviaturada yoxdur. Bəli, bunun üçün daxil olmaq lazımdır simvola. 4. Bu evro işarəsi yoxdur. Dollar var, amma evro yoxdur da klaviaturada. Daxil olmaq lazımdır simvola. Və bu 6. Bax, bu ox işarəsini qoymaq üçün də simvol, lent qrupundakı simbol düyməsinə daxil olmaq lazımdır. Və düzgün cavab variantı da oldu bizdə C bəndi. 34-cü sual Excel ilə bağlıdır. Bu sualı elə gəlin Excel-də göstərim sizə. Deməli 34-cü sualda nə deyir? C1 xanasına 10 rəqəmi daxil edilir. Tamam, bura daxil edilir 10. Cədvəlin hər hansısa bir xanasına, olsun D1. Cədvəlin hər hansısa bir xanasına deyir ki, bu düsturu yazın. Verdik deməli mötərizədə C1 üstə gəlinsin 20 və bunun belə deyək faizi. Düzdür, indi mən burada C1-i kiçik yazdım. Onun heç bir əhəmiyyəti yoxdur. Lap C-ni böyük yazaq. Hə. İndi C1-də bizə nə yazılıb? 10. 10-un üstünə 20 gələndə məlum məsələdir ki, 30. 30-un da 100%-ni tapanda, yəni 30-u biz 100-ə bölsək, cavab deyiləcək bizdə 0,3. Yəni düzgün cavab variantı olur bizdə B bəndi. Keçid alaq 35-ci suala. 35-ci sualda əmək haqqının hesablanması düsturu D2 xanasına necə yazılmalıdır ki, həmin düsturu sütunun digər xanalarına köçürdükdə nəticələr düzgün hesablansın. İndi bunu gəlin bir yerdə baxaq. 2 dəqiqə mən bu sualı elə salım növbəti səhifəyə. Gəlin bir yerdə baxaq. Deməli, elə bunu mən hazır vəziyyətdə saxlamışam. Gəlin bir dəqiqə ona baxaq. Və gördüyünüz kimi bizdə eynən bu şəkildə gördüyünüz cədvəldir. Və burada nə deyir? Əmək haqqının hesablanması hamısı üçün eyni qaydada aparılsın və nəticələr də düzgün hesablansın. Baxaq, Bahar xanımın əmək haqqısı necə hesablanıb? Ümumiyyətlə, düstur harda qeyd olunub? Düstur əmək haqqı sütununda, yəni D2 xanasında qeyd olunub da. İndi baxaq, daha doğrusu D2 xanasında qeyd olunmayıb, bunu mən manual olaraq əlindən yazmışam. Tamam. Lap deyək ki, mən Bahar xanımın əmək haqqısını hesablamaq istəyirəm. İş saatı 8-dir, saat hesabı da 10 manat maaş almalıdır. Demək ki, bunun əmək haqqısı necə hesablanacaq? Bərabərdir. Bu xana vurulsun, belə deyək, bu xana.
Və cavab neçə elədi? 80 manat. İndi bu düsturu mən üzü aşağıya doğru çəkim ki, Gülnarın da, Nicatın da, Mirzənin də əmək haqqısı hesablansın. Gəlin sürüşdürək. Sürüşdürəndə fikir verin, avtomatik olaraq bunlara 0,000 manat qeyd eləyir. Niyə? Çünki bax bu xanadakı düstur. Bir dəqiqə, gəlin göstərək. Bax bu xanadakı düstur. Bayaq özünüz də gördünüz ki, necə idi? Yəni C2 vurulsun Y2 idi. Mən bir pillə aşağı sürüşdürəndə nə olacaq? Düstur aşağı sürüşdürəndə biz demişik ki, sürüşdürmədə üzü aşağıya doğru gəliriksə, o zaman xana adındakı rəqəm bir vahid artır. Deməli, hələ mən bir vahid aşağı düşürəmsə, deməli nə olacaq bu düstur? C3 vurulsun Y3. C3'də də nə yazılıb? 36. Y3'də boş xana və boş xanada 0 qəbul olduğuna görə bu yetim də 36-nı vurur 0-a, ona görə yazır bura 0. Amma bizə elə lazımdır ki, mən bunu sürüşdürsəm də aşağı. Bu 36-nı gəlsin bunun üçün də 10 manatdan, hər saat hesabı 10 manatdan hesablasın. Hə, onda düsturda olan, bax bu Y2 xanasını biz nə etməliyik? Sabitləməliyik. Və sürüşməsinin qarşısını almalıyıq ki, yəni bu Y2 biz aşağıya doğru sürüşdürəndə elə Y2 olaraq da qalsın. Və cavab variantlarına baxsaq, elə bir cavab variantımız olacaq bizdə C bəndi. Bax, düzgün cavab variantı C bəndi. Yəni, bax, bu düstur olsa, gəlin elə onu da göstərək. Bax, bu düstur olsa, gəl düstura mən düzəliş edeyim. Y2 xanasını biz gəlin mütləq xana eləyək. Bax, mütləq xana elədim. Həm Y-nin qabağına düşdü, həm 2-nin qabağına düşdü. Və indi bu düsturu mən bir də sürüşdürüm. Və indi gördüyünüz kimi rahat şəkildə sadəcə dəyişən burada C2 bura gəldi oldu C3, bura gəldi oldu D3, bura gəldi oldu Y3. Amma bu düsturlarda dəyişməyən Y2 xanası oldu ki, hər dəfəsində elə bu Y2 xanasına getdi vurdu. Və düzgün cavab variantı olur bizdə C bəndi. 36-cı sualla davam eləyək. Deməli, bu PowerPoint ilə bağlı olan sualdır. PowerPoint-da Homeland tabında, Drawing Land qrupunda, Arrange-in içərisində Align bölməsində Align Right var. Ümumiyyətlə, tərcümə ilə də tutmaq olur. Right sağ deməkdir, sağ tərəf, Align-dakı düzləndirmə. İndi gəlin bir yerdə elə özümüzdə baxaq. Və misal üçün hansısa bir slayda, bir dəqiqə, hansısa bir slayda bir obyekt əlavə edək. Gələk tez bazar elə Insert Link tabından, Shape Link qrupundan bura bir dənə obyekt əlavə edək. Məsələn, ürək. Və indi bu ürəyi gələk. Home lane tabına əslində açılan shape formatdan da bunu eləmək olur. Əgər yoxdur, bizim fraqmentimizdə home lane tabından göstərilib. Home lane tabında, drawing lane qrupunda, arrange-də burada nə var? Bizdə align və burada var align right. İndi baxaq görək necə olacaq. Bax görürsünüz, obyekt slide'ın sağ tərəfinə düzlənmiş oldu. Və ona görə də bizdə düzgün cavab variantı da, baxaq görə buna uyğun olaraq hansı cavab variantını götürmək mümkündür? Düzgün cavab variantı olaraq C bəndi. Baxın, qeyd olunmuş obyektlər onların yerləşdiyi sahənin, yəni slaydın sağ sərhəddinə nəzərən düzülür. A bəndində nə deyir? Deyir, sol sərhəddinə görə düzülür. Yox, sol olmaz da, çünki mən align left seçməmişəm ki. B bəndində yenə burada sol teması var. D bəndində diaqonal üzrə düzülür. Yox, elə bir şey yoxdur. Y bəndində isə yaşlısan mərkəzdə nəzərən düzülür. Bizdə də burada zaten center bəndi seçilməyib. Cavab olur C bəndi. 37-ci sual akseslə bağlıdır. Gəlin bu suala baxaq. Deməli, aşağıdakılardan hansı form obyektini əks etdirir? Akses proqramında elə gedək bunu göstərək uşaqlar. Deməli, akses proqramında biz demişdik ki, obyektlər var. Hansı ki, aksesin obyektləri hansılar idi? Cədvəllər, sorğular, formalar, ondan sonra hesabatlar, makroslar, modullar. İndi formalar, create tabına daxil olsaq, baxın forma yaradacağımız düymənin işarəsi nədir? Və budur da, ikonu budur. Və düzgün cavab variantı da, məsələn, buna görə də olur bizdə B bəndi. 38-ci suala baxaq.
38-ci sualda bizdə burada nə istəyir? Şəkil verilib, çox güman ki. Hə. Deməli, digitizer vasitəsilə kompüterə monoxrom təsvir yaradılıb. Monoxrom deyəndə, yəni ağ-qara. Yuxarıda əks olunanları təsvir, yəni yuxarıda əks olunan təsvir qrafik redaktorda emal olunmuşsa və nəticədə həmin həcmi, ya bu şəklin həcmini 2 dəfə artırmışıq. Alınan yeni təsvirin həcmi 5 meqabayt olan diskə neçə dəfə yazmaq olar? Gəlin biz birinci bunun həcmini tapaq. Bu şəklin həcmini tapaq. Burada deyir ki, eni 2048-dir, uzunu 1024-dür. Və bu monoxrom təsvirdirsə, bunun həcmini biz necə tapacağıq? Biz demişdik ki, şəklin həcminin tapılması düsturu nətərdir? N vurulsun uzun, vurulsun n bərabərdir həcm. Həcm də bizə bitlə bərabər olur da. N'imiz 1024-dür. 2-nin qüvvətləri ilə yazıram. 2 üstü 10 vurulsun. 2048, yəni 2 üstü 11-dir. Monoxrom da dediyinə görə monoxromda iki rəng çaları var da. İki rəng çaları. Rəng çalarının da düsturu nə idi? 2 üstü n. Deməli 2 üstü n bərabərdirsə 2-yə, onda n nəyə bərabərdir? 1-ə. Deməli düsturda da n-in yerinə 1 yazacağıq. Və bu da olacaq bizdə 2 üstü 21 bit. Gəlin bitdən gələk kilobayta. Bitdən kilobayta gələndə 2 üstü 13-ə bölməliyik. Bunlar ixtisar getdi. Yerdə nə qaldı? 2 üstü 8. Yəni 256 kilobayt. Deməli bu şəklin, hələ heç mən bunun həcmini 2 dəfə artırmamışam. Şəklin həcmi hal-hazırda 256 kilobaytdır. İndi bizə deyir ki, 2 dəfə artır. Buna tamamı 2 dəfə artır da. 256-nı 2 dəfə artıranda, yəni bunu vuraq 2-yə. 256-nı da 2-yə vuranda bu eləyəcək bizdə 512 kilobayt. İndi bu 5 megabaytlıq olan diskə neçə dəfə yazmaq olar? 5 megabaytı da kilobayta gətirsək, 1 megabaytımız 1024 kilobaytdır. Deməli 5 megabaytımız isə 5-i 1024-ə vursaq, eləyəcək 5120 kilobayt. Yəni 5120 kilobaytlıq diskə 512 kilobaytlıq şəkli neçə dəfə yazmaq olar? 5120-ni də 512-yə bölsək, cavab eləyəcək bizdə 10. Cavab B-dəndir. 39-cu sualla davam eləyək. 39-cu sualda aşağıdakı fikirlərdən hansı yanlışdır? Bu il artıq proqrama əlavə olunan informasiya təhlükəsizliyi mövzusu ilə bağlıdır. Və həmin mövzu bizim tərəfdən də tələbələrə verilib. Yanlış olan bəndləri, yəni birbaşa C bəndini oxuyuram. İnformasiya təhlükəsizliyi informasiyanın ən çox yayılmış 3 əsas xüsusiyyətlərə əsaslanır. Hansı idi bu xüsusiyyətlər? Və bizim sizə verdiyimiz mühazirədə də orada biz 3 əsas xüsusiyyətini vurğulamışıq ki, bunlar hansılar idi? Bunlar tamlıq idi, ondan sonra məxfilik idi, məxfilik və əlçatanlıq idi. İndi bu da deyir ki, bizə yanlışı seç və burada nə yazıb? Deyir ki, tamlıqdır, əla, əlçatanlıqdır, bu da əla, obyektivlikdir, yox, obyektivlik yox. Məxfilik olmalıydı. Və ona görə də yanlış cavab variantı oldu bizdə C bəndi. 40-cı sualla davam edək. Üzü sona doğru gedirik. 40-cı sualda. Deməli nə deyir? 4 slayddan ibarət təqdimat üzərində aşağıdakı əməliyyatlar icra edilib. Sonra slaydların yerləşmə ardıcıllığını müəyyən edin. Tamam. Gəlin elə bunu da PowerPoint-da elə bir yerdə baxaq. Yeni bir slayd təqdimat yaradaq və orada bir yerdə baxaq. 4 slayddan ibarət dedi də, səhv etmirəmsə bir daha baxaq. Deməli 4 slayddan ibarət. Əssalam. Gedək baxaq. Gəlin bircə dəqiqə mən bunu bağlayayım. Deməli təqdimata 4 dənə slayd əlavə edirəm. Çaşmamaq üçün elə bunları da nömrələyək. Yəni slaydların nömrələrini elə mən slaydın içində yazım rəqəm olaraq və siz bunu rahat şəkildə də görə bilərsiniz. Yəni mən bu rəqəmləri də bir dənə artırım ölçüsünü rahat şəkildə siz görə bilərsiniz. 3-də artıraq. Deməli, burada bir də artıraq və 4-ü də artıraq.
Mesela. Hə, və indi baxaq. Deməli, nə deyirdi bizdə? Biz bu slaytdan başlayan oyun açmalıyıq. Ə, Deməli, ə, birinci slayt seçilir və Ctrl-X kombinasiyası sıxılır. Tamam, birinci slayt seçildi. Ctrl-X sıxıldı. Ctrl-X də nə idi? Kat əməliyyatı idi da. Kat eləyəndə nə olurdu? Deyirdik ki, obyekt olduğu yerdən itir. Məsələn, Word-də biz belə deyirdik. Və gördüyünüz kimi də həqiqətən bayaqki o birinci slayd, hansı ki içində bir yazılmışdı. Görürsünüz, o yoxdur. Yoxdur və hara getdi düşdü. Mübadilə bu fe'lə. Sonra deyir, axırıncı slayd seçilir. Yəni, indi qalan bu 3 dənə slayddan axırıncı, üçüncü slayd seçilir. Ə, və klaviaturadan Ctrl-V düyməsi sıxılır. Ctrl-V sıxılır. Və gördüyünüz kimi, bayaq içinə bir yazdığımız həmin o slayd indi nə oldu? Gəldi düşdü ən axıra. Deyir, ikinci əməliyyat yenidən təkrar olundu. Yəni, işte, bir də Ctrl-V-ni basıram. Həmin o birinci içində bir yazılan slayd bir də əlavə olundu. İndi bu dəfə 4-dən sonraya əlavə olundu. Və indi deyir ki, dördüncü slayd üzərində. Baxaq, bir də slaydımızın sayı ilə gedək. Birinci slayd, ikinci slayd, üçüncü slayd, dördüncü slayd. Hətta indi bu dördüncü slaydı. Nə deyir? Dördüncü slayd üzərində mouse'un sol düyməsi sıxılaraq, deməli bu 4 nömrəli, içində 4 yazılan yox ha, 4 nömrəli slaydın üzərində mouse'un sol düyməsini sıxaraq birinci və ikinci slaydlar arasında buraxıldı. Gəl, birinci və ikinci slaydlar arasında buraxdım. İndi ardıcıllıq necə oldu? 2, 1, slaydın içindəki rəqəmlərə baxın, bax. 2, 1, 3, 4 və 1. Və düzgün cavab da olur bizdə. Deməli nə? 2, 1, 3, 4, 1. Baxaq, elə bir cavab variantımız varmı? Gedək, bunu böyüdək. 2, 1, 3, 4, 1. Və son düzgün cavab variantı ilə var. Və düzgün cavab variantı olur bizdə B bəndi. Keçid alaq, deməli, 41-ci açıq suala. Mülahizələrdən hansılar doğrudur? Excel-lə bağlıdır. Xanadakı verilənləri xananın ölçüsünə uyğun olaraq ölçüləndirmək üçün format cell pəncərəsində shrink to fit əmri icra edilir. Baxaq, yoxlayaq. Məsələn, tutaq ki, mən bir xanaya yazıram. Məsələn, gəlin biraz sizin əhvalınızı açım. Məleykə, məsələn, Abbaszadə, gördüyünüz kimi, tələbələrin qorxulu rüyası və bura yazılan məlumat xanaya sığmır. Bu da deyir ki, gəl Homeland tabına, Homeland tabının format cell lent qrupu ilə, daha doğrusu format cell pəncərəsi ilə və bilirsiniz ki, format cell pəncərəsi uşaqlar həm fontun dialoq pəncərəsini açmaq istəyəndə açılır, həm alignmentın dialoq pəncərəsini açmaq istəyəndə açılır, həm number-ı açmaq istəyəndə açılır və həm də cell lent qrupunda elə formatın içindən də açılır. Əlqərəz, yəni formatsel açılan pəncərədə shrink to fit bastıq, okey. Və beləliklə Məleykə Abbaszadə bayaqları xanaya sığmırdı da, gördünüz, H sütununa doğru getmişdi. Amma indi o məlumat elə belə deyək ölçüyə gəlir ki, həmin xanaya tam sığışır. Birinci bənd doğrudur. Düstur sətrində təyin edilmiş düsturu gizlətmək üçün format cell pəncərəsindən yenə də hidden seçimi aktiv edilir və review tabından protect sheet əmri icra edilir. Gəlin baxaq. Bunu da yoxlayaq. Məsəl üçün tutaq ki, bax, elə götürək bu düsturu. Görürsünüz, bu düstur olan xanadır da, D2 xanasında, burada düstur zolağına baxın, burada düstur yazılıb. İndi deyir, format cell pəncərəsində protection-dan gəlib bir dənə biz buna hidden qoyaq. Okey, qoyduq. Sonra deyir ki, get review-ya, review-da protect sheet-i bas. Basaq protect sheet-i və işçi vərəqimizi mühafizə edək. Məsələn, parol qoyaq 3 dənə 1. Okey, bir də təkrarlayaq 3 dənə 1. Əssalam. Bax, görürsünüz, D2 xanasındayam da, bayaqları düstur zolağında düsturu görünürdü. Amma nə oldu? İndi bax, D2 digər xanalarda görünsə də, amma D2 xanasında görürsünüz, görünmür. Yəni, belə deyək, indi burada da bizdə nə deyir? Deməli, deyir ki, düstur sətrinə təyin edilmiş düsturu gizlətmək üçün
hidden seçimi aktiv edilir və review tabından protect sheet əmri icra edilir. Elədik, öz gözünüzlə də gördünüz. Bir neçə sətri dondurmaq olmaz. Böyle bir şey yoktur. Bir neçə sətri dondurmaq olmaz. Olar. Niyə olmur ki? Deyilə dördüncü mədddə o deyir də, deyir istənilən qədər sətri dondurmaq olar. Olar. Niyə olmasın ki? De gəlin baxaq. Gəlin bir də biz bunu unprotect eləyək. Məsələn, mən yuxarıda ilk elə bu birinci, ikinci, üçüncü sətri dondurmaq istəyirəm. Dondurmaq üçün gəlirik view-ya. View-dan buradan freeze paint-dən elə eləyirəm freeze paint və salam qurtardı getdi. Bax görürsünüz, ilk üç dənə sətri mən artıq dondurdum və mən üzü aşağı doğru gəlirəm. O sətirdə mənim bir yerdə aşağıya doğru da hərəkət edir. Və gördüyünüz kimi dondurmaq olar. Bu isə bizdə üçüncü bənddə deyirdi ki, olmaz. Yəni, niyə olmur? Olar. Yəni 3 bizdə səhv variantdır da. Bizdən də doğruları istəyir. İstənilən qədər bunun doğruluğunu yoxladıq. Xanaya daxil edilmiş düsturu eyni anda seçilmiş xanalara tətbiq etmək olar. Hə, olar. Niyə olmur ki? Misal üçün tutaq ki, gəlin bunu da yoxlayaq bir yerdə. Məsələn, belə deyək. Deyirəm ki, tutaq ki, bax, bura bir düstur yazıram. Məsələn, bu xana üstə gəlsin, deyək ki, 5. Təbii ki, burada yazdı 5, çünki A1 xanasında heç nə yoxdur, onu 0 kimi qəbul edir və 0-ın üstünə elə deyək, 5 yazdım. İndi uşaqlar, bir dəqiqə. Və indi bu düsturu mən eyni anda bir neçə xanalara da tətbiq etmək istəyirəm. Gəlirəm Home-a, gəlirəm Cellent qrupuna, gəlirəm editingdə fil bölməsinə, məsələn, dal seçdim və bu düstur digər xanalarda tətbiq olundu. Bax, məsələn, bu xanada A1 üstəgəl 5-dir. Düşürəm aşağı, A2 üstəgəl 5, düşürəm aşağı, A3 üstəgəl 5. Yəni, düsturu bir neçə xanaya tətbiq etmək olar. Düzdür, təbii ki, biz bu düstur A1 plus 5 idi. Təbii ki, bura gələndə istənilən halda biz bu düsturu sürüşdürəndə belə, yəni A1 aşağıya doğru gələndə olur da A2 və ya aşağıya doğru gələndə olur da A3. Və bu da zaten elə fill əmri ilə özü bunu qeyd etdi. Yəni bu 5-ci əmrdə bizdə doğruydu və ona görə də düzgün cavab variantı da elə oldu 1, 2, 4, 5. Windows 11 ilə bağlı olan 42-ci sualımıza baxaq. 42-ci sualda bizə nə istəyir? Windows 11 əməliyyat sistemində doğru fikirlər müəyyən edir. Kataloqda, yəni deyir qovluqda, ad və genişləməsi eyni olan iki fayl saxlana bilər, yox bilməz. Bir qovluqda iki dənə eyni adlı və eyni genişlənməli, misal üçün nicat.jpg və yenə nicat.jpg ola bilməz. İki dənə eyni adlı şəkil faylı, məsələn, ola bilməz. Bizdən doğrular istəyir. Fərqli kataloqlarda ad və genişlənməsi eyni olan iki Word faylı saxlanıla bilər. Bəli, saxlanıla bilər. Misal üçün, nicat.docx faylından iki dənədir. Birini mən, məsələn, sənədlər qovluğunda saxlamışam. Fərqli qovluqdur da. Birini də saxlamışam, məsələn, musiqilər qovluğunda. İki fərqli qovluqda, fərqli adlı qovluqlarda, belə deyək, fərqli qovluqlarda iki eyni adı və genişlənməsi eyni olan Word faylını saxlaya bilərik. Nəinki Word faylı, istənilən faylı. Sonra 3. Kataloqda, yəni qovluqda adı fərqli, genişlənməsi eyni olan fayllar saxlanıla bilər. Bu da düz deyil. Yəni, misal üçün, adı fərqlidir, amma genişləmələri eynidir. Misal üçün, nicat.jpg, nə bilim, gülnar.jpg, mirzə.jpg ola bilər də. Problem nədir ki burada? Bu da ola bilər. 4. Fərqli kataloqlarda adı eyni, genişləməsi müxtəlif fayllar saxlanıla bilməz. Bayaqlarda dedik ki, ola bilər. Yəni, fərqli kataloqlarda, misal üçün, şəkillər qovluğunda saxlamışam nicat.jpg və belə deyək, musiqilər qovluğunda da var. Nicat nöqtə nə deyir? Genişləməsi müxtəlif. Nicat.mp3. Nə olsun ki, şəkillər qovluğundakı nicat.jpg-dir, musiqilər qovluğundakı nicat.mp3-dür. Fərqi yox deyil, lap adları eyni, genişlənmələri eyni də olsaydı saxlamaq olardı. Amma bu isə deyir ki, saxlanıla bilməz.
Hətta genişlənməsi müxtəlif olsa da belə saxlanıla bilər. Yəni 4 yanlışdır. Kataloqda adı eyni, fayl uzantısı fərqli olan iki fayl saxlanıla bilər. Yəni bu uşaqlar yenə də dediyim kimi adı eyni, fayl uzantısı, yəni fayl genişləməsi fərqli olan Nicat, yəni bir qovluqda var nicat.jpg, bir də var nicat.mp3. Eyni qovluqda. Nə olsun ki adları eynidir. Eyni qovluqdadır. Adları eyni olsa da amma genişlənmələri fərqlidir də. Ona görə saxlamaq olar. Yəni bu da bizdə düzgün cavabdır. Düzgün cavablarımız oldu 2, 3 və 5. 43-cü sualla davam edək. 4də 1 terabaytın 25 faizi neçə? Deməli gigabayt eləyir. İndi gəlin buna baxaq. Biz gəlin uşaqlar əvvəlcə 25 faizimizi kəsrlə göstərək. 25 bir dəqiqə. 25 faizi necə kəsrlə göstərəcəyik? Yəni 25 bölünsün 100. Bu da ixtisar gedəndə məlum məsələdir ki, bu eləyir bizdə 4də 1. Və indi nə edirik? İndi deyir 4də 1 terabaytın. 4də 1 terabaytın. Deməli 4də 1 terabaytın. Elə burada yazım terabayt, çaşmayasınız. 25 faizi. Deməli 4də 1 terabayt 25 faizi. Deməli vurulsun 4də 1. Çünki 25 faizi dedikdə bu özü də 4də 1-dir. Vurulsun 4də 1. Gəlin elə bir də bunu tapaq. 4də 1'i vuranda bu da nə eləyəcək bizdə? 16'da 1. Deməli bu 16'da 1. Və yekun olaraq deyir neçə gigabaytdır? 1 terabaytımız neçə gigabaytdır? 1024 gigabaytdır da. Deməli indi 16'da 1'i vuracağıq 1024'ə. 1024 2 üstü 10'dur. 16'daki 2 üstü 4'tür də. Bunlar da belə ixtisar gedəndə burada qalır bizdə 2 üstü 6. Yəni 2 üstü 6'ını da 1'ə vursaq, yəni 2 üstü 6 64'tür də. Və cavab deyilir bizdə 64 gigabayt. 44-cü suala baxaq. Bu da məsələdir deyəsən. Bəli. 44-cü sualda 280 kilobit sürətlə işləyən rabitə kanalı vasitəsilə olan bir model hər hansısa bir məlumatı 20 saniyəyə ötürə bilir. Sürəti 2 dəfə artırıb və göndərilən informasiyanın həcmini bəs 2 dəfə azaltdıqda verilmiş informasiyanı neçə saniyəyə ötürmək olar? Gəlin biz bizə bir düstur lazımdır. Gəlin birinci bundan başlayaq. Düsturu da necə tapacağıq? Həcm bərabərdir. Belə deyək də SV. Yəni sürəti vuracağıq vaxta, zamana. Bizdə də sürət verib 280 kilobitdir. Zaman da verib ki 20 saniyədir. Gəlin birinci, hələ heç nəyi artırmıram, heç nəyi azaltmıram. Gəlin hələ olduğu kimi bir dənə tapaq bunun həcmini. Yəni əgər mənim modelim 280 kilobit saniyə ilə və bunu 20 saniyə ötürübsə, bu 20 saniyə sonunda nə qədər ötürüb? Necə tapacağıq? 280'i vuracağıq biz, deməli 20'yə. Bu da eləyəcək bizdə 5600 kilobit. İndi uşaqlar, bu 5600 kilobit gələk kilobayta. Məsələn, biz çevirməni danışmışıq da, kilobitdən kilobayta gələn zaman biz sadəcə nə edəcəyik? Bax, kilo hissələri eynidirsə, kilodan kiloya nə edəcəyik ki, heç nə. Bitdən bayta gələndə nə etmək lazımdır? 8'e bölmək. Bitdən də bayta gələndə, deməli biz bunu 8'e bölsək, 5600'ü kilobiti 8'e böləndə bu da eləyəcək bizdə, deməli 700 kilobayt. Deməli uşaqlar, 280 kilobit saniyə ilə işləyən model 20 saniyə sonunda 700 kilobayt məlumat göndərib. İndi nə deyir? İndi şərtimizi tətbiq edək. Deyir, sürəti 2 dəfə artırıb. Sürətimiz nə idi? 280 kilobit deyildi. Bunu 2 dəfə artıraq. Yəni bu olsun 560 kilobit. Sonra nə deyir? Deyir ki, sonra nə deyir? Həcmini isə 2 dəfə azaltsaq. Həcmi 2 dəfə azaldanda, deməli bizdə həcmimizi 2 dəfə azaltsaq. Bu 280 kilobitlə 20 saniyə müddət ərzində həcm nə qədər oldu? 700 kilobayt. Yəni bunu da neyniyək? 2 dəfə deyir azaldaq. 2 dəfə də bunu azaldanda bu nə olacaq bizdə?
Bunu 2-yə bölsək, bu da olacaq bizdə 350 kilobayt. Hə, indi nə deyir? Deyir ki, bizə nə qədər vaxt lazım olar? İndi bu 350 kilobaytı 560 kilobitlə ötürsək, bizə nə qədər vaxt lazımdır? Gəlin biz bu 560 kilobiti gələk bunu da kilobayta. Deməli 560 kilobiti gələk kilobayta. Və boş yer tapın. 560 kilobiti gələk kilobayta. Yenə də bayaqki kimi də kilo hissələri eynidir. Mən sadəcə bitdən bayta gələcəm də. 560-ı böləndə 8-ə neçə eləyəcək bizdə? 70 kilobayt. Deməli, əgər mənim modemimin ötürmə sürəti 70 saniyədə 70 kilobaytsa, yəni 560 kilobit 70 kilobayt elədi də, bəs onda 350 kilobaytı, hansı ki həcmini dedi axı 2 dəfə azalt, elədi 350 kilobayt. 350 kilobaytı saniyədə 70 kilobaytla ötürə-ötürə bu getsə, bizə neçə saniyə vaxt lazım olacaq? 350-ni də bölürük 75, daha doğrusu 70-ə, bu da eləyəcək bizdə 5 saniyə. Və salam cavab oldu bizdə 5 saniyə. Və sonuncu sualımız uyğunluq sualıdır, Windows-la bağlıdır. Klaviatura qısa yolları ilə. Bizdən nə istəyir? Start menüsünü açan, kontekst menüsünü açan və seçilmiş obyektin xüsusiyyətləri pəncərəsini açan. Start menünü açmaq üçün Win düyməsindən, Ctrl+S düyməsindən istifadə olunur. Bəli, həqiqətən də klaviaturalarda Win düyməsini basmaqla biz baş menünü aça bilərik. Başqa bir halda Ctrl+S kombinasiyasını basmaqla baş menünü aça bilərik. Və bir də baş menünü açmağın düzü bu klaviatura qısa yolu deyil, mouse vasitəsilə ekranda gəlib baş menünün üzərinə tıklamaqla açmaq olar. Bunu niyə vurğuladım? Çünki bu qəbul sualıdır. Bir vaxt qəbula belə bir sual düşmüşdü ki, baş menünün açılması yollarını göstərin. Yəni bu yolu da bilin. Sonra kontekst menünü açır. Kontekst menünü açmaq üçün, ümumiyyətlə kontekst menünü açmağın da bir neçə yolu var. Ənənəvi yol mausun sağ düyməsidir. İstənilən obyektin üzərinə gəlib, məsələn, mausun sağ düyməsini basdıqda nə olacaq? Kontekst menüyü açılacaq da. Məsələn, tutaq ki, bu obyektin kontekst menüsü açmaq istəyirəm. Seçdim, mausun sağ düyməsini bastım, açıldı, belə deyək, bunun kontekst menüsü. Başqa cür necə aça bilərik? Başqa cür Shift F10 kombinasiyasını basmaqla. Obyekti məsələn seçdik. Shift F10-da Shift F10 kombinasiyasını mən də basıram və gördüyünüz kimi kontekst menüyü açıldı. Başqa cür necə də eləyə bilərik? Bir başqa cür isə belə deyək də, hər bir klaviaturada kontekst düymə var və həmin kontekst düyməni basmaqla da kontekst menüyü açmaq olar. Bu bütün növ kontekst menyulara aiddir ya. Daha doğrusu bütün növ kontekst menyular dediğim yəni qovluğun, iş masasının və seçilən obyekt. Məsəl üçün faylın kontekst menyusunu açmaq istədikdə ya Shift F10, ya mouse'un sağ düyməsi, yaxud da kontekst düymə. Hansı ki bu da bütün klaviaturalarda var. Bizdə də burada uyğun gələn nə oldu? Deməli, kontekst menüsünü açır. Hə, A bəndi uyğundur buna. Deməli, 1-ə uyğun oldu D və Y, 2-yə uyğun oldu A. Seçilmiş obyektin xüsusiyyətləri pəncərəsini açır. Seçilmiş obyektin xüsusiyyətləri pəncərəsində bu Alt Enter'dir. Bəli, misal üçün tutaq ki, mən yenə də bu obyekti seçmişəm və Alt Enter kombinasiyasını basıram. Gördüyünüz kimi Properties xüsusiyyətləri pəncərəsini açır ki, hansı ki buradan artıq biz belə deyək, faylın adına baxa bilərik, onun belə deyək, məsələn, ölçüsünü görə bilərik, diskdə nə qədər yer tutur, öz orijinal həcmi nə qədərdir, buna müxtəlif atributlar tətbiq edə bilərik və s. Yəni obyektin xüsusiyyətlərini gördüyünüz kimi Alt Enter açdı. Orada Ctrl F1 isə bu Word-də bizə lazım olur. Hansı ki Word-də biz deyirik ki, Ctrl F1 kombinasiyası, bax elə onsuz da indi Word-dəyik və göstərim onu sizə. Ctrl F1 neyniyir? Gördüyünüz kimi lenti deaktiv edir. Və yenə Ctrl F1-i basıram. Yenə nə oldu? Lent aktiv olundu. Yəni Ctrl F1 bu məsələn Word üçün keçərlidir ki, hansı ki Word-də lenti aktiv edir və lenti deaktiv edir. Bunun Windows-da heç bir əlaqəsi yoxdur. Buradakı xüsusən yazılan bəndlərlə. Və salam. Deməli, 1 uyğun oldu D ilə Y, 2 uyğun oldu A və 3-ə də uyğun oldu B bəndi. Bununla da
çətin olan sınağın izahı ilə qurtardıq, tanış olduq. Sizə imtahana az bir vaxt qalıb, gələcək imtahanda uğurlar və müvəffəqiyyətlər arzu edirəm.